Videoya keçməzdən əvvəl bildirmək istəyirəm ki, mən bu videonu tək başıma hazırlamışam və saatlarımı, hətta günlərimi vermişəm. Daha çoxunu gəlməsini istəyirsinizsə, dəstək olmağı unutmayın. Hər şey bu balaca uşaqdan başladı. Ərdəbildə doğulan İsmail, uşaqlıqdan gələcəkdə böyük bir imperiyanın banisi olacağını göstərirdi. 14 yaşında o, öz sadiq tərəfdarlarını toplamağa başladı və Qızılbaş hərəkatının lideri oldu. Dostları məktəb və gündəlik işlərlə məşğul olsa da, İsmail deyirdi: "Dərs lazım deyil, tarix mənim diplomum olacaq." 1500-cü il, Şirvan fəthi. İsmail ilk böyük hərbi yürüşünü Şirvan üzərinə etdi. Şirvanşahlar o dövrdə hakim olan 1-ci Fərrux bəyin nəzarətində idi. İsmail ordusu Şirvanı ələ keçirdi və Xəzər sahilində strateji mövqeləri nəzarət altına aldı. Bu yürüş onun Təbrizə doğru irəliləməsinə zəmin yaratdı. Şirvana yürüşündən bir il sonra, yəni 1501-ci ildə Təbrizi fəth eləmək və Səfəvi dövlətinin qurulması üçün Təbrizə yürüş etdi. Təbriz şəhəri bu zaman Şahrux Mirzə tərəfindən qorunurdu. Lakin İsmailin ordusuna tab gətirə bilmədi. Təbrizin fəthi ilə Səfəvi dövləti rəsmi olaraq quruldu. Azərbaycan torpaqları vahid dövlət halına gəldi və İsmail tacını geyərək şah oldu. 1501-1502-ci illərdə Gəncə və Qarabağ yürüşləri başladı. İsmailin ordusu Gəncə və Qarabağa yürüş etdi. Gəncəni müdafiə edən Qaraqoyunlu Mirzəsi məğlub oldu. Qarabağ isə Səfəvilərin nəzarətinə keçdi. Bu fəthlər Səfəvilərin şimal-qərbdəki mövqeyini gücləndirdi. Gəncə və Qarabağ yürüşlərindən sonra 1503-cü ildə Şah İsmailin ordusu Şirvan və Bakı bölgələrinə yönəldi. Şirvanşahlar artıq əvvəlki döyüşlərdə zəiflədikləri üçün müqavimət göstərə bilmədilər və bu strateji sahələr Səfəvi hakimiyyəti altına alındı. Bilirəm, yəqin ki, eşitmisiniz. Şah İsmail Xətai. Yaxşı, bəs Xətai təxəllüsünü niyə almışdı? Şah İsmail həm də çox gözəl şair idi. O şeirlərində həm sevgini, həm də vətən sevgisini əks etdirirdi. Ona görə də o, Xətai təxəllüsünü almışdı. 1508-1511-ci illərdə İsmail və ordusu Bağdad və ətraf bölgələrə yürüş etdi. Bağdad şəhəri həmin dövrdə yerli hökmdarlar və ərəb əsilli rəhbərlər tərəfindən qorunurdu. İsmailin ordusu şəhəri fəth etdi və bölgədə Səfəvi hakimiyyətini gücləndirdi. İndi isə gəlib çatdıq 1514-cü ilə, Çaldıran döyüşünə. Bu döyüş İsmail üçün ən dramatik döyüş idi. Osmanlı Sultanı Səlim başçılıq etdiyi ordusu ilə Səfəvilərə qarşı çıxdı. Osmanlılar iri toplar, ağır zirehli süvarilərdən istifadə etdi. İsmail ordusunu çevik, amma toplara qarşı zəif olan hərbi gücü ilə mübarizə apardı. Döyüş Səlimin üstünlüyü ilə nəticələndi və İsmail məğlub oldu. Bu, Səfəvilərin ilk ciddi hərbi məğlubiyyəti idi, lakin dövlətin varlığını qorudu. Çaldıran döyüşündən sonra İsmail ordusunu bərpa etdi və 1515-1516-cı illərdə Şimal-Şərq sərhədlərində Ərzurum və Qars bölgələrini nəzarət altına aldı. Bu dövrdə orada yerləşmiş Osmanlı komandanları və yerli hökmdarlar onun yürüşlərinə müqavimət göstərməyə çalışdılar. Lakin İsmail həm hərbi taktika, həm də diplomatiya ilə bölgələri idarə etdi. İsmail yalnız döyüşlərdə qalib gəlmədi, həm də dövlətçilik, dil və mədəniyyət sahəsində tarixi addımlar atdı. O, Azərbaycan torpaqlarında vahid bir dövlət yaratdı. Xalqın kimliyini qorudu və mədəniyyəti inkişaf etdirdi. Çaldıran döyüşündə uduzsa da, bəzən bir döyüşü uduzmaq, bir milləti qazanmaq deməkdir, deyərək strateji baxışını göstərdi. Şah İsmail həm qılıncla, həm qələmlə tarix yazdı. O, döyüşçü, şair, dövlət qurucusu və xalqın simvolu oldu. Onun fəaliyyəti, yürüşləri və döyüşləri Azərbaycan tarixinin ən önəmli dövrlərindən birini təşkil edir və Səfəvi dövlətinin möhkəm təməllərini qoydu. Bu videoluk bu qədər. Sağ olun. Bir daha xatırladım ki, mən bu videoları tək edirəm və dəstəyə ehtiyacım var. Buna görə də abunə olub like atmağı unutmayın.